Mənzil sahəsi 68 kvadratdır. Mənzilin bütün patolog acıban hissələri sökülür. Hamısı divazın aboy hissələri yavaş-yavaş sökülür artıq. Köhnə qapılar, pəncərələr çıxır. Hamam otaqları şaxtalara və qonşu mənzillərə ziyan verilmədən hamısı gəlib söküldü. Hamısı yerinin beton hissəsi tam söküldü, yığıldı. Koridor hissəsində tavan ekspansiyası söküləcək, divarlardan aboylar çıxır, yerin kafel hissəsi sökülür. Söküntü zibilləri isə bu vəziyyətdə meşə otaqlara yığılır, aşağı salınır və bina arasından uzaqlaşdırılır. Söküntü və ağır məsuliyyətli iş olduğu üçün bu işlərinizi yalnız peşəkarlara etibar edin. Xeyirli olsun, sağ olun. Mənzil sahəsi 68 kvadratdır. Mənzilin bütün patolog acıban hissələri sökülür. Hamısı divazın aboy hissələri yavaş-yavaş sökülür artıq. Köhnə qapılar, pəncərələr çıxır. Hamam otaqları şaxtalara və qonşu mənzillərə ziyan verilmədən hamısı gəlib söküldü. Hamısı yerinin beton hissəsi tam söküldü, yığıldı. Koridor hissəsində tavan ekspansiyası söküləcək, divarlardan aboylar çıxır, yerin kafel hissəsi sökülür. Söküntü zibilləri isə bu vəziyyətdə meşə otaqlara yığılır, aşağı salınır və bina arasından uzaqlaşdırılır. Söküntü və ağır məsuliyyətli iş olduğu üçün bu işlərinizi yalnız peşəkarlara etibar edin. Xeyirli olsun, sağ olun.